Əgər sən də qısa vaxt ərzində ədəbiyyatdan 80 plus bal toplamaq istəyirsənsə, bu videonun sonuna qədər izləyə bilərsən və 4 sirri öyrənə bilərsən. Mən ədəbiyyatdan sıfıram. Heç nə bilmirəm. Hardan başlamalıyam, nə etməliyəm? Əsərləri necə yadda saxlamalıyam? Yaradıcılığı necə öyrənməliyəm? Sınaqları, həm nəzəri, həm də özümü sınamaq üçün necə istifadə etməliyəm? Bunları sizdən biləcəm. Bu 4 sirri sizə açıqlayacağam. Deməli, ilk öncə biz ədəbiyyat dedikdə burada əsərlər, hekayələr, romanlar, poemalar və s. və ilax. Əsərlər, ümumdünyada əsərlər. Biz bu əsərləri öyrənərkən birinci həvəsdən oxumalıyıq. Hər hansı bir fəndə oxuyursan, həvəsin olmalıdır. Yəni, əgər həvəsin yoxdursa, yəni, belə deyək, Lordi deyək, test-sodu eləyərək bitirmək istəyirsən, bunun nəticəsindən çıxmaq istəyirsən, tez bir zamanda. O, əsər sənəndə qalmayacaq. Hər hansı bir əsəri oxuyursan, məsəl üçün, İblisi oxuyursan. İblisi oxuyarkən müəyyən bir və orada emosional hisslər var və s. və ilə axır. Hər hansı bir əsər ola bilər. Oxuyarkən sən həqiqətən orada bir şahid kimi baxdığını hiss edə. Canlandır gözündə. Həqiqətən istəyirsənsə, mən bir dəfə bu əsəri oxuyum, artıq oxumayım. Əgər onu istəyirsənsə, nə etməlisən, onu mən sənə deyirəm. Sənin ilk öncə həvəsin olmalıdır. Bu sirləri açıqlayıram. Yəni, birinci sir. Əsərləri necə yadda saxlayım? Bu sirdir. Bu sirri mən sənə açıram. Deyirəm ki, sən o emosiyaları yaşamalısan ki, yadda saxlaya biləsən. Düzdürmü? Yaradıcılıq. Yaradıcılıq bildiyiniz kimi çox düşmür. 1-2 dənə, 3 dənə yaradıcılıq çox az düşür. Yaradıcılığı öyrənərkən də hər hansı bir müəllifin, İblisi Hüseyn Cavid yazıb, düzdürmü? Hüseyn Cavidin İblisi yazıb. Hüseyn Cavidin İblisini oxuyanda Hüseyn Cavidin yaradıcılığına baxa bilərsiniz. İblisi yazıb, başqa bir əsərləri yazıb. Onların hamısını orada baxıb yadda saxlaya bilərsiniz. İndi bunun yaddan çıxmamaq söhbətinə görə də burada sınaq devrəyə girir. Sınağı nağarasınız. Sınaq yazarkən ədəbiyyat çox gözəl bir fənddir ki, siz sınaqla bütün həm nəzəri, bayaqlar dedim, nə dedim? Dedim, sınaqları necə həm nəzəriyyə üçün, həm də özümü sınamaq üçün necə istifadə edə bilərəm. Belə bir şey dedim, bu bəlkə birinci dəfə də işlə bilərsiniz. Çünki ədəbiyyatda sınaq həm sizə nəzəriyyəni öyrədir, yəni nəzəriyyəni deyəcəyim, əsərləri öyrədir. Həmçinin də özünüzü sınayırsınız. Məsəl üçün, 10 dənə testdir, ya 30 dənə deyək də, 30 dənə testdir. 30 dənə testdən mənim düzüm 17, 18, 15 çıxırsa, hətta 10 da çıxa bilər, fərqi yox. Bu səhvləri mən düzəldərkən həm əsərləri öyrənirəm ki, məsəl üçün, Dədə Qorqud dastanında filan, məsəl üçün, epizodu mən orada öyrənirəm. Və yaxud İblisdəki, belə deyək, sujeti mən orada öyrənirəm. Başa düşürsünüz, yəni, hər hansı bir şey mən səhv bilirəm, səhv yazıram. Məsələn, 12-ci sualı səhv yazmışam, amma səhv yazmışam, B yazmışam, C çıxır. Düzdür, mən səhvimi düzəldərkən mən bilirəm səhvimi. Düzdürmü? Düzəltdim səhvimi. Ədəbiyyat da elə bir fənddir ki, suallar təkrarlanır. Siz görürsünüz bir dənə birinci hissədir. Çünki həm ikinci hissədə ola bilməz. Çünki o suallar ancaq təkrarlanır. Əsərlər ancaq təkrarlanır. Bir belə verir, bir elə verir. Yəni, eyni şeylərdir. Sınaq yazaraq siz ümumiyyətlə əsərlərin hamısını öyrənə bilərsiniz də demək olar ki. Çünki suallar eynidir və suallar təkrarlanır. Belə. Nə qarmalıyıq? Ədəbiyyat təkrar istəyir. Əsərlərin hamısını oxuyursunuz. Dediyim kimi, emosional hissləri yaşamalısınız. Həqiqətən siz oradasınız. Həqiqətən bir rəy də bildirin. Axırda əməlli başlı oturun, rəy bildirin. Hüseyn Cavid bu İblisi niyə yazıb? Maraqlı bir faktdır. Niyə yazıb? Nə üçün yazıb? Axırda onsa verir orada ümumi yadda saxlamaq üçün, məsələn, deyə bilərdim. Məsələn, İblis burada, məsələn, İblisi niyə görə yazılıb? Yəni, bütün əsərlərin sonunda vardır. Onları oxuyun. Mütləq oxuyun. Elə bir əsərlər var, heç əsərin içində yoxdur. Orada, belə deyim, şair orada, müəllif orada yazıb.
lazım şeylər. Onları mütləq oxuyun. Bir də ki, özünüz də rəy bildirin. Bunu niyə yazıb, nə üçün yazıb, nələr oldu. Sujeti beyninizdən belə keçirin. Emosional hissləri yaşayın. Bax deyirəm, emosional hissləri yaşamasız yadda saxlaya bilməyirsiniz. Mən özüm cəmi 7 ay, 8 aya, yəni bir tədris ilinə sıfırdan, həqiqətən deyirəm, Allah haqqı deyirəm, ədəbiyyatı elə bildim ki, həqiqətən yaza bilmirdim. Yəni ədəbiyyatı bilmirdim, qətiyyən bilmirdim. Yəni məlumat sıfırda, heç nə bilmirdim ədəbiyyatdan, qətiyyən. Hətta gelişdirmişdim özümü. Sentyabrda başladım, sonra müəllim dəyişdirdim. Oktyabrdan demək olar ki, başladım. Yəni həqiqətən sıfır idim də, həqiqətən. Sözün əsl mənası sıfır. Heç nə bilmirdim. Və heç nə ya. Yəni bir səhifəsini açıb mən təşbihi bilim, nəmi, belə deyə də məcazları bilim, heç nə bilmirdim. Yəni qətiyyən. Mən 7-8 aya 100 üzərindən 81,7% nəticə göstərdim. 81,7 bal yığdım. Hələ mənim orada bildiyim şeylər də vardı. Yəni mən biraz diqqətsizlik elədim. Yəni bu bəhanə deyil təbii ki. 1-2 dənə sual da yaza bilərdim. Yəni 90 bal yaza bilərdim. Yəni həqiqətən 90 yaza bilərdim. 100 yaza da bilməsəm 90 yazardım. 90 yazsaydım, 90 yaza bilərdim yəni mən. Siz də bunu eləyə bilərsiniz. Vallahi deyirəm. Amma ağarmalısınız. Əsərləri oxuyursunuz, bitiribsiniz, təşlara qayıdırsınız. Siz heç bir müəllimi və yaxud heç bir proqramiyatı gözləməyin. Yəni, bu 2 ayım qalıb, 3 ayım qalıb, xeyr, təşlarla. Ola bilər sən oxuyursan, məsəl üçün kitabın ortalarındasan, amma sən əvvəldə oxu. Həm oranı oxu, həm buranı oxu. Başa düşdünmü? Həm yeni dərs öyrən, həm də təşlar elə. Vallahi deyirəm, bu sistemlə gəlsin. Mən elə öyrənmişəm şəxsən. 2 il, 3 il gedənlər var idi ədəbiyyata, 9-cu sinifdən gedənlər var, 10-cu sinifdən gedənlər var, 50-60 bal yığdı. Hətta deyək, gəldilər mən qədər bal yığdı, elə uşaqları tanıyıram, 2 il, 3 il hazırlaşdılar, 2 il hazırlaşdılar deyə həminə. Gəldilər 80 bal, 79 bal yığdılar. Eləsi var, heç məni keçə bilmədilər. Yəni, mənlə eyni bal yığan da var, amma ki, qısa vaxt ərzində nəticə yığmaq olur. Yəni, bunu göstərmək istəyirəm. Sadəcə nə aramaq lazımdır? Həvəslə oxumaq lazımdır. Bir də ən əsas onu deyim ki, əsər, məsəl üçün, həvəslə oxumaq lazımdır. Emosional hissləri canlandırmalıyıq. Həqiqətən biz orada bir rəyçiyik. Həqiqətən bir müşahidə edirik. O dövrdə yaşamışıq və yaxud o əsərdə bir obrazıq biz. Sadəcə kənardan onlara baxırıq. Başa düşdünüz? Yəni, yaşamaq lazımdır. Bəs niyə də yadda saxlayaq? Bu əsərlərin içində adamlar var, nə qaraq? Bir dənə dəftər götürürsünüz, qəşəng bir dənə A4 olar, A5 olar, hər götürün öz dəftəriniz olar. A5 balaca bir dəftərdə, çox da balaca bir olar. Götürürsünüz, yazırsınız iblis, iblisin aşağıdan çəksiniz obrazları. İblis, mələk, indi və s. və ilə axır. Mən 8 açandı oxumadığıma görə, yəni çox da yadımda qalmayıb, amma Rüstəm falan və s. olmalıdır. Orada çox şəxs var. Hətta polisinə qədər var, çox şey var. İndi hər hansı bir əsər olur. Hamısını yazırsınız, qəşəng alt-alta. Hamısını, əsas obrazları başa yazsınız. Onların, məsələn, oğlu var, deyək, oğlunu aşağı yazsınız. Qızı var, qızlarını aşağı yazsınız. Belə-belə hamısını, Müsibət Fəxrəddin məsələn yadımda qalır. Müsibət Fəxrəddin özü, Rüstəm bəy, orada Rüstəm bəy var idi. Məsələn, yazdınız, o sağ, sol, bunları yazdınız. Ham obrazları yazsınız. Sonra başlayırsınız, elə o obrazlara baxaraq, əsərdə qoyursunuz yuxarıdan, başlayırsınız oxumağa. Rüstəm bəy, Fəxrəddin, məsəl üçün, aralarındakı o qarşı durmalarını yazsınız. Həmçinin onların adlarını yazdığınıza görə həqiqətən bir canlandırmış olursunuz. Həqiqətən deyirəm ki, o canlanmış olur gözünün qabağında. Məsəl üçün, hər hansı bir qarşıdurmada, məsələn, oxları çəksiniz, bunlarla bunlar, məsələn, qarşıdurması var. Və yaxud onunla bunu belə yadda saxlaya bilərsiniz, həqiqətən deyirəm. Özünüz üçün bir plan çəkək, adları yazın, sonra şaxələri gətirin. Məsələn, Fəxrəddinin dostlarını yazsınız onun yanına, nökərlərini yazsınız onun yanına, Rüstəm bəyin nökərlərini yazsınız bura. Belə-belə həm obrazları yadda saxlayırsınız, həm də məzmun yadda qalır. Çox asandır. Ədəbiyyat mənə çox çətin gəlirdi. Dəhşətdir. Dedim, öyrənə bilməyəcəm də qətiyyən. Amma çox belə rahatdır. Yəni öyrəndim də, yazdım da. Amma həqiqətən çox efor sərf elədim də ədəbiyyat üçün. Çox sınaqlar işlədim. Və sınaqları işləyirsiniz, həm nəzəri, həm fikir verin sınaqlar işləyəndə. Boş-boşuna yazıb keçməyin. Səhvlərinizə həmişə qayıdın, səhvlərinizə baxın. Bu qədər. Bizim videomuz bura qədər idi. Deməli, nə idi? Təşlar idi, sınaq idi, praktik idi. Mən hamısını plan olaraq sizə dedim. Sadəcə ola bilər demişəm, təzədən yenə də qayıdıb demişəm ki, sizə tam olaraq informasiyanı ötürə bilim. Təkrar, sınaq, praktik. Praktik nədir? Əsərlər. Orada dedim, yazmam. O praktik olaraq siz onu canlandırın. Emosionallıqla, yəni elə bir emosionalları orada hiss edin. Yəni çəkə bilin özünüzə.
Necə başa salmışsa belə. Oldu, çox sağ olun videomuzu izlədiyinizə görə. Təşəkkür edirəm. Sağ olun.